Bilirsiniz deyirəm, nə qədər bu vətənin, bu dövlətin, bu xalqın güneşləri var. Xatirə xanım kimi. Buradan da Xatirə xanıma bu gözəl musiqiyə görə, ifoya görə Azərbaycan ailəsi adına təşəkkür edirəm və sizə də mən çox təşəkkür edirəm ki, ən azı 700 nəfər səbrlə bizim bugünkü can sıxıcı verişimizi axıra izlədiniz. Əziz vətəndaşlar, bu verişləri mən sizin üçün aparıram. Biz Azərbaycan Xalq Parlamentinin üzvləri, millət vəkilləri sizin üçün çalışırıq. İstəyirik ki, vətənimizdə olan problemləri birinci dilə gətirək. Onları bütün dünya işləmədən çatdıraq. Sonra onun həlli yollarını araşdıraq, tapaq. Və siyasi məhbusların müdafiəsi ilə bağlı elə bir vahid metod tətbiq edək ki, bu xalqı birləşdirən olsun, parçalayan olmasın. Bu mənim siyasi məhbusumda, bunu mən müdafiə edeyim. Bu mənimkidir, belə yox dostlar. Onlar hamısı bizimkilərdir. Siyasi məhbusu da, o narkomanı da, o oğrusu da, banditi fərqi yoxdur. Hamısı bizim övladlarımızdır. Mesela Elvin İsayevi müdafiə eləməyən adama necə adam deyə bilərəm? Dostlar, şəxsən və mən açıq deyirəm. Elvin İsayevi əvəz azaltıqdadır da. Elvin İsayevi müdafiə eləməyən insan deyə bilmərəm. Qəti. Bu adam əzizən vətənlər, hamımız yaxşı tanıyız. Buradan da Elvin bəy salamlayıram. Onun yanındakı bütün həbsxanada olan qardaşlarımızı salamlayıram. Allah qapı uzaqsın, iş adamsınız. Möhkəm ona belə olacaq. Elvin İsayevi əzizən vətənlər, şəxsi işinə görə həbs olunmuyubdur ki. Onun öz biznesi var idi, dükkanları, rahat yaşayırdı. Hakimiyyət getdi onu Rusiyadan, baxın, Rus dövlət səviyyəsində vətəndaşlarım ləğv etdirdilər, yazıq qaçdı, getdi Ukraynaya, orada onu satdılar özünü, müxalifət elan edənlər. Tutturdular adamı. Elvin İsayev Azərbaycan xalqına görə, millətə görə həbs olunubdur. Və onu müdafiə edəməyən Azərbaycanın necə Azərbaycanlı ola bilər ki? Qətiyyən onu insana söyləmirəm. Ona görə də dostlar, biz bütün siyasi məhbusları eyni qaydada müdafiə etməliyik. Bu bizim insanlıq borcumuzdur. İnsanlıq borcunuzu yerinə yetirmək ümidi ilə gecəniz xeyrə qalsın, sağlıqla qalın. Amma sabah saat 21:00-da yenə də bu efirdə görüşmək ümidi ilə sağ olun.